biz başa düşməliyik, bilməliyik ki, Kərbəlanın bir üzü müsibətdir. Şiələr Kərbəla hadisələrinə matəm saxlayır. O müsibətə ağlayır, amma bu məsələnin bir tərəfidir. Digər tərəfi isə möminlər, iman əhli, İmam Hüseyn aşiqləri oradan istər-istəməz, yəni özlərindən asılı olmadan belə bir əzadarlıq eləyirlərsə, onların ruhları bərəkət aparır, şərafət aparır. Ona görə də Kərbəlanın bir üzü müsibətdir, o biri üzü isə fəxarətdir, sevgidir, eşqdir. Məhərrəm ayı bir fəxarət ayıdır. Şiələr fəxr eləyirlər belə bir ağalarına görə və belə bir kəsə sahib olduqlarına görə və onun sayəsində insanların heç vaxt ağlına gəlməyəcək xeyirləri ələ gətirdiyinə görə şiələr fəxr eləyirlər.